Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin emma ba'd. Bir daha esselamu aleyküm ve rahmetullahi ve berekatuhu kardeşler. Uca Allah həmd olsun ki bizləri belə gözəl məclisdə cəm eləyib, xeyirli bir mövsümdən öncə toplanıb Allaha zikr etməyi, bir-birimizə xeyri tövsiyə etməyi, haqqı xatırlatmağı bizə müvəffəq eləyib. Ona görə Allaha həmd olsun. Ramazan orucu nə ilə vacib olur? Yəni hal-hazırda biz Ramazana deyirik, Şabandayıq, düzdür? Hansı səbəbdən, hansı əlamətdən sonra artıq vacib olur Ramazan orucu? Bu bir. İki səbəbə görə Ramazan orucu artıq vacibləşir. Birincisi odur ki, Ramazan hilalının görünməsi. Ramazan ayının hilalının görünməsi. Bu da nə vaxt olur? Buna Şaban ayının 29'u baxılır. Şaban ayının 29'u hilala baxılır. Əgər Ramazan ayının yeni hilalı görünsə, deməli səhərsi gün artıq oruçluqdur. Yəni hilal görünməsi o deməkdir ki, artıq Ramazan ayı girdi. Ramazan ayının belə deyək ki, birinci gecəsidir artıq. Məğribdən sonra artıq Ramazan hesab olunur. Ona görə təravih namazları artıq başlayır. Səhərsi də fəcirdən etibarən, sübhdən etibarən nədir? Oruçdur. Yəni bəzi insanlar elə başa düşürlər ki, oruca başladığın zaman Ramazan başlayır. Düzdür, gün olaraq ilk gündür. Amma Ramazanın birinci gecəsi gəlir axı. Məğrib namazı oldusa, gün dəyişir. Amma həmən gələcək günün gecəsi hesab olunur. Ona görə biz təravih namazlarına başlayırıq əvvəldən. Çünki artıq o Ramazanın birinci gecəsi olacaq. Bu birinci. Yəni birinci Ramazanın orucunun vacib olması hilalın görülməsi ilə olur. İkincisi isə əgər görülməsə, hilal görülməsə, Şabanı 30 günə tamamlamaqla olur. Üçüncü variant yoxdur. Bundan o tərəfi yoxdur. Ya hilal görüləcək, hilalı görürsənsə Şaban 29'dan hesab olunur, Ramazan səhərsi gün Ramazanın biri hesab olunur, oruca başlanılır. Ya da görülməsə həmən gün tamamlanır, Şaban 30 günə tamamlanır, hicri aylar, hicri qəməri aylar nə 31 ola bilməz, nə də 28 ola bilməz. Belə deyək, bu iki səbəblə Ramazan ayının girməsi və orucun vacib olması hasil olur. Və buna da çoxlu dəlillər var. Yəni bunu biz hardan deyirik? Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsindən. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələr bu cür öyrədib. Baxın onlardan biri Abdullah ibn Ömər radiyallahu anhuma deyir ki, Sahih Buxaridə gəlir hədis. Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan haqqında danışdı və dedi ki, "Lə təsumu hatta tarawul hilal." Hilalı görməyincə oruç tutmayın. Yəni Ramazan orucunu, Ramazanın hilalını görməyincə tutmayın. "Və la tuftiru hatta tarawhu." Və onu görməyincə, yəni hilalı görməyincə iftar da etməyin. Yəni bayram iftarı. Yəni Şəvvalın hilalını görməyincə. Yəni Ramazanın hilalını görəndə oruca başlayırsan, bunu görməyincə başlamayın. Şəvvalın hilalını görüncəyə də oruca davam eləyin. Yəni 29 gün və ya məsəl üçün 30 gün, düzdür? Sonra neyəsən? İftar eləyirsən. Şəvvalın hilalını görəndə də iftar eləyirsən. Fə-in ğummə aleykum fəqduru ləh. Əgər deyir, örtülərsə, hər hansı bir səbəbdən yeni hilalı, yeni ayın hilalını görməzsənsə, bu zaman deyir, bunu tamamlayın, yəni kamilləşdirin. Özünüz bunu təyin edin. Bu da necə olur? 30 günə tamamlamaqla. Burada da fəqduru ləh kəlməsinin izahı orada nə nəzərdə tutulur? Peyğəmbər sallallahu aleyhi ve sellem digər hədislərdə bunu bildirir. Bu 30 günə tamamlamaq hesab olunur. Yəni fəqduru ləh, yəni Şabanı 30 günə tamamlayın. Ramazanı ondan sonra başlayın. 31 gün ola bilməz. Və digər hədis yenə Abdullah ibn Ömər radiyallahu anhudan gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, "Əş-şəhru 29 leylə." Ay 29 gecədir. "Fələ təsumu hatta tarawhu." Onu görməyincə, yəni hilalı görməyincə oruç tutmayın. "Fə-in ğummə aleykum." Bax burada gəlir. Əgər deyir örtülərsə, "Fə-əkmilul iddətə sələsin." Bu zaman deyir, həmən o müddəti 30'a tamamlayın. Gördünüz? Burada bayaqki hədisdəki fəqduru ləh, onu özünüz təyin edin. Yəni
Burada bəlli oldu ki, onun hesablanması necə olur? Yəni 30-a tamamlayırsan. 29-cu gün aya baxılır. Əgər ay görülsə, yeni ay, yəni Ramazanın ayı, yeni aya başlanılır, səhərsi gün oruç tutulur, axşam təravih. Yox, görülməsə 30 günə tamamlayırsan. Bu, səhih hədislərlə sabitdir. Bu da Buxaridə gələn hədisdir, Sahih Buxaridə. Sonra İbn Ömərdən səhih olaraq gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Əş-şəhru həkədə həkədə. Ay deyir, belədir. Ay belədir. Üçüncüdə deyir, və xanəsəl ibhəmə fiz-zəlisə. Üçüncüdə deyir, baş barmağını qattaladı. Baş barmağını büktü. Yəni 10, 10, 9, 29. Ay 29 gündür yəni. Sonra Əbu Hüreyrədən, bayaq İbn Ömərdən gəlirdi. Abdullah ibn Ömər. Ömər ibn Xattab radiyallahu anh oğlu Abdullahdan gəlirdi bu iki hədis. İndi Əbu Hüreyrədən gələn səhih hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Sumu li ru'yatihi və əftiru li ru'yatihi. Onu görəndə orucu tutun, onu görəndə orucu açın. Fəin gubbiyə aleykum fəəkmilu iddətə şə'bənə 30. Əgər deyir sizi örtülərsə, ayı görməzsinizsə hər hansı bir səbəbdən, yəni bu zaman deyir Şabanı 30 günə tamamlayın. Elm əhlinin cümhuruna görə, yəni əksər elm əhlinə görə burada fəqduru ləh kəlməsi, Peyğəmbər sallallahu əleyhi və səlləm deməsi ki, fəqduru ləh, o deməkdir ki, Şabanı 30-da tamamlayın. Çünki bax bir hədis digərini eləyir, izah eləyir. Ən gözəli budur. Əgər bir mövzuda bir neçə hədis varsa, sən həmən hədisləri eləməlisən, cəm eləməlisən. Çünki bax açıq deyir ki, başqa hədislər də var, hətta deyir fəəkmilul iddətə 30. Sonra deyir ki, fəin gummə aleykum fəqdiru 30. Bax, fərqli ləfslərdir, amma hamısı nədir? Eyni mənaya gəlir. Biri deyir ki, zamanı, yəni həmən müddəti 30-a tamamlayın. O birisi də deyir ki, fəqdiru 30. Siz özünüz təyin edin 30-a təqdir eləyin yəni. Fəin gummiyə aleykumu şəhru fəəddu 30. Bu başqa ləfsdir. Deyir ki, əgər deyir, ay görünməsə, sizin üçün bu örtülsə, ayı deyir 30-a tamamlayın. Ayı 30-a tamamlayın. Dəfələrlə təkrarlanır. Yəni, fərqli ləfslərdə bu iki məsələ gəlir. Ya Ramazanın hilalını görürsən, oruca başlayırsan, əgər görməsən, 30-a tamamlayırsan Şabanı. Sonra digər bir məsələ. Əbu Hüreyrə radiyallahu anh rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Lə yətəqəddəmənnə əhədukum Ramazanə bi savmi yevmin av yevmeyn." Sizdən deyir biriniz Ramazanı bir və ya 2 gün oruçla qabaqlamasın. Yəni Şabanın sonunda hələ Ramazan başlamayıb, sən isə ehtiyatdan, buna şək günləri deyirlər, ehtiyatdan 1-2 gün qabaqdan başlayır oruca ki, birdən Ramazan girmiş olsa, mən qaçırtmayayım. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm ancaq haqqı danışan, haqqı deyən və danışdığı da ancaq Allahdan vəhy olan Allahın Rəsulu Peyğəmbər sallallahu aleyhi və səlləm bunu qadağan edib. Bax, deyir ki, "Lə yətəqəddəmənnə əhədukum Ramazanə bi savmi yevmin av yevmeyn." Sizdən biri Ramazanı 1 və 2 gün oruçla qabaqlamasın. İllə ən yəkunə raculun kənə yasumu savməhu fəliyəsum zəlikəl yevm. Amma o kəs istisnadır ki, o onsuz da orucu tuturdu, o deyir tutsun. Hədis Ammar radiyallahu anhu indəl Buxari. Deyir ki, Ammar radiyallahu anhunun Buxaridə gələn hədisi deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm fikir ver. Mən samə yevməş şəkki fəqad asə Əbəl Qasim sallallahu aleyhi və səlləm. Kim deyir, şək günü oruç tutarsa, Əbul Qasimə müxalif olmuşdur, ona asi olmuşdur. Əbul Qasim kimdir? Muhammed sallallahu aleyhi və səlləm. Muhammed sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm künyəsi Əbul Qasim olur. Kim deyir, şək günü oruç tutarsa, Əbul Qasimə deyir, müxalif olmuşdur. Və digər hədisdə bundan əvvəlkəsinə deyir, Ramazanı 1 və 2 gün öncə oruçdan qabaqlamayın. Qabaqlamayın. Buna da elə bax bu cür ad verirlər ki, şək günü orucu. Ona görə bəzi məsələn insanları siz görərsiniz ki, Ramazan hələ girməyib, 1-2 gün qabaqdan başlayır oruca.
Adını da nə qoyur? Birdən Ramazan girmiş olar. Girsə ehtiyatdan bunu tuturam. Bunu Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edib. Biz yox. Sahabələr öyrədib ki, yəni belə eləməyin. Yəni orucu rahat olun da, yəni rahat olun. Narahatçılıq yoxdur. Ayı gördünüz, oruç tutun. Ayı görmədinizsə, otsa tamamlayın. Daha şək eləyib həmən günü oruç tutmayın. Şək eləyib həmən günü oruç tutma. Əgər ayı görmədinsə, bax ki, açıq ayın deyir. Ya 29-u gördün ayı. Hilalı gördün, orucu tut. Görmədinsə deyir. Tamamla otsa. Bundan əlavə deyir ki, 1 və 2 gün qabaq oruca başlamayın. Sonra biraz da əlavə eləyir. Deyir ki, kim şək günü orucu tutarsa, Əbul-Qasimə asi olmuşdur. Subhanallah lazım. Sən bu boyda açıq aydın hədislərdən sonra gəl sonra yenə insanlar deyir ki, ey cəmaat, bugün ay görülmədi, amma biz sabah ehtiyatdan orucu tutacağıq. Ehtiyatdan. Sən Peyğəmbər sallallahu aleyhi və səlləmin ehtiyatlı oldun. Sən Əbu Bakırdan, Omardan, Osmandan, Alidən daha ehtiyatlı oldun. Dinivi daha dəyərli hesab edən oldun. Peyğəmbər sallallahu aleyhi və səlləm bu dini bizə bu cür öyrədib. Ayı gördün, orucu tut. Ayı gördün, orucu aç. Əgər görməsən, otsa tamamla. Bu qədər rahat. Və əlavətən də deyir ki, şək günü oruç tutmayın. Sonra deyir ki, kim şək günü niyyəti ilə, süpər burada əməllər niyyətlərə qədər, şək niyyəti ilə oruç tutsa, Əbul-Qasimə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm asi olmuşdur. Amma məsəl üçün kim tuta bilər? Tutaq ki, bir adam 1-ci, 4-cü günü həmişə oruç tutur. Həmən o şək günlərdə gəlib 4-cü günə düşüb. Həmən adam o gün oruç tuta bilər, problem yoxdur. Və ya keçər Ramazandan qəzası var. Tuta bilər. Burada tutmasın dediyi nədir? Tutmur. Həmən vaxtda onsuz da oruç tutmaq niyyəti yoxdur. Sadəcə şəkkə görə tutur ki, birdən Ramazan girmiş olar, ayı görmədik axı. Şabanın 29-udur, ayı görmədik. Birdən Ramazan girmiş olar deyib, şək gelib səhərsi günü ehtiyatdan oruç tutur. Bunu qadağan eləyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Açıq, aydın qadağan eləyir. Səhih hədislə. Yəni burada bax, bundan açıq ləfz var. Deyir ki, Ramazanı 1-2 gün qabaq orucla qabaqlamayın. Yəni Ramazanı qabaqlama qardaş. Ramazan gəlsin, sonra başla oruca. İkinci deyir ki, şək günü oruç tutan Əbu-Qasimədir, asi olmuşdur. O birisi digər əvvəlki hədisdə deyir ki, yəni rahat olun. Ayı gördünüz orucu tutun, ayı gördünüz orucu açın. Əgər görməsən otsa tamamla. Əgər şək günü oruç tutmaq belə adında bir şey olsaydı, nə olardı? Peyğəmbər sallallahu əleyhi və səlləm deyər ki, orucu ayı görsəz oruç tutun, görməsəz ehtiyatdan başlayın. Görsəz də görməsəz də tutun yəni. Belə çıxır. Yəni bu belədir ki, görsən də, görməsən də tut. Ya ehtiyatdan olacaq, ehtiyat. Ya da ki, həqiqətən Ramazan girin. Bir gün artıq oruç tutmaqla olar ki səhər. Belə dediyin deyirlər, bir gün artıq oruç tutmaqla olar ki. Qardaş, söhbət burada bir gün artıq oruç tutmaqdan getmir. Tutanlar tutur, əlhəmdülillah. Lazım gəlsə bir ayda artıq tutarıq. Amma məsələ odur ki, burada sən onu eləməklə şəriətə müxaliflik edirsən. Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə müxaliflik edirsən. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Ramazan orucunu ayı görəndə başlayın. Və ya otsuz tamamlayın. Üçüncü variant yoxdur. Şək söhbəti yoxdur. Ehtiyat deyib 2-3 gün qabaqdan başlamaq yoxdur. Asandır dinimiz.